Zəng vurub şəxs ev istəyirdiniz və həmən evin təqdimatındayam. Hörmətli izləyicilərimiz, 2.3 sotda Ədyan sahəsində bu hissədə sanitar qovşağı yerləşir. Sadəcə orada it olduğu üçün yaxın gedə bilmirəm. 24 saat mühafizə kamera sistemi evin yan tərəfində, çöl hissəsində 2-3 avtomobil rahat şəkildə saxlaya bilər. Bütün kommunallar var və hər birisi daimidir, hörmətli izləyicilərimiz. 2 mərtəbədən ibarət 5 otaqlı evin hər bir tərəfinə keçmək olur. Bu hissədə bar verən meyvə ağacları. Burada ev sahibi sadəcə həyətyanı sahəsinin tamit daşlardan üzlənilməsi qalıb ki, onu da öz zövqünüzə uyğun tamamlaya bilərsiniz. Qiymət də çox münasibdir. Baxın, evin hər bir hissəsinə, arxa tərəfinə də keçmək olur. 4 dövrəmə qoşa daşdan inşa olunub, şəxsi evdir. Ən vaciblərdən də biri odur ki, həyətyanı sahəsinə heç bir qonşu pəncərəsi baxmır. Daxil olacaq evimizin iç sahəsinin təqdimatına. Baxın, bir daha üz görünüşünü göstərib, keçirəməyimizin iç sahəsinin təqdimatına. Hazırda bu gözəl evimizin dəhlizindəyəm. Çox gözəl, səliqəli təmiri var. Ev elə səliqəli saxlanılıb ki, elə bil ki, evdə yaşayış olmayıb. Gəlib mütləq bu evə baxmağınız məsləhətdir, qiymət də münasibdir. 149 min statvi qiymətdir, yan müştərilərdən razılaşmaqda olacaq. Evin də torpağında çıxarışı var, yəni mülkiyyət çıxarışdır, dövlət ipotekasına yararlıdır. Sizcə Qubçada nə qədər qeyd olunur? 2.3 sot torpaq sahəsində inşa olunmuş bu gözəl evimiz 190 kvadrat, yəni evin Qubçasında qeyd olunur. Yəni demək olar ki, bu ev havaya verilir. Mətbəx bebildə gördüyünüz kimi geniş mətbəx bebil rahat şəkildə oturub durmaq üçün də geniş ərazisi var. Qranit betlar gördüyünüz hissələr hər birisi istiboldan təchiz olunub. Burada isə yerləşir evimizin geniş qonaq otağı. Baxın, evimizdə otaqlar hər birisi genişdir. Şəxsi ev budur. Rahat şəkildə bütün avadanlıqları ev sahibi yerləşdirib və bunu da xatırladım ki, qismən əşyalı satılır. Qismən əşyalı satılır. Əgər danışıq yolu ilə bütün əşyaları saxlaya da bilərsiniz. Burada yerləşir isə birinci mərtəbədə yataq otağı. Hansı 5 otaqlı evdə bu genişliyində yataq otağı var? Baxın, dəyərli izləyicilərimiz, geniş şəkildə bütün əşyaları yerləşdirilib və bütün aynaların da qarşısı açıqdır. Bu hissədə yerləşir sanitar qovşaq. Sanitar qovşaqda çox səliqəli, gözəl təmiri var. Asma tavanları yığılıb. Burada isə kombisi quraşdırılıb. Pilləkənlər beton pilləkənlərdir, üzü mərmər daşlardan üzlənilir və qalxırıq 2-ci mərtəbənin təqdimatına. 2-ci mərtəbədə çox səliqəli təmiri var. Bölgü yenə də geniş dəhliz vasitəsiyləndir. 149 min statvi qiymət real müştərilərdən razılaşmaq olacaq. Dəhliz vasitəsi eyvana çıxış. Burada yerləşir yataq otağından birincisi. Ölçülərin genişliyinə baxın. Hündür bir ərazi. Bu otağı çəkib göstərməyəcəm, boşdur, əşyasızdır. Sadəcə müəyyən səbəblərə görə çəkib göstərə bilmərəm. 2-ci mərtəbədə sonuncu yataq otağını göstərəm. 1-ci mərtəbədə olan qonaq otağı genişliyində 2-ci mərtəbənin yataq otağı var. Və burada isə təmirsiz olaraq 2-ci mərtəbədə yataq otağında sanitar qovşaqdır. Hətta sanitar qovşaq da etməyə bilərsiniz. Buranı qladovka kimi istifadə edə bilərsiniz. Abşeron rayonu Masazır qəsəbəsi 6 saylı məktəbin yaxınlığında Qapıyacan asfalt 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz.